Sən kişiləri tanıdığını düşünürsən, amma kişilərin elə sirləri var ki, onları çox zaman özləri belə etiraf etmir. Bu videoda sənə kişilərin davranışlarına, düşüncələrinə, sevgisinə, qüruruna, qorxularına, susqunluğuna və heç vaxt dilə gətirmədikləri hisslərinə aid çox az adamın bildiyi sirlərdən danışacağam. Videonu axıra qədər izləsən, kişiləri əvvəlkindən tam fərqli görəcəksən. Kişilər çox zaman susmağı seçirlər. Bu, laqeydlik deyil, onların özünü qoruma formasıdır. Daxildə bir şey narahat edəndə söz tapmaq onlara həmişə asan olmur. Bir qadın danışanda kişi problemi dinləmək üçün yox, həll etmək üçün qulaq asır. Sən sadəcə danışıb rahatlanmaq istəyirsən, amma o həll tapmağa çalışır. Çünki onun üçün məsləhət vermək, çözüm tapmaq, səni düşünürəm deməkdir. Ona qayğı göstərməkdir. Kişilər tərif eşitmək istədiklərini heç vaxt etiraf etmirlər, amma ona çox ehtiyac duyurlar. Kiçik bir afərin belə onları günlərlə motivasiya edə bilər. Kişilər özlərini zəif göstərməyi sevmirlər. Yaxşı deyiləm, bacarmıram demək onlar üçün ən böyük çətinliklərdən biridir. Çünki uşaqlıqdan güclü olmalısan mesajı ilə böyüyürlər. Bu səbəbdən iç dünyasını gizlətməyi seçir. Kişilər sevdiyi qadına görə özlərini dəyişirlər. Heç kimə görə dəyişməzlər. Amma doğru qadın üçün bəzən öz tərzlərini, vərdişlərini, davranışlarını belə yeniləyə bilərlər. Deyinmədən, səssizcə. Kişilər mübahisə zamanı uzaqlaşırlar. Çünki bu, sakitləşmək üsuludur. Qaçmaq deyil, sadəcə emosional partlayışın qarşısını almaq üçün seçdikləri susqun müdafiə mexanizmidir. Kişilər incikliyi sözlə yox, davranışını ilə göstərir. Əgər bir anda soyuyub, sükuta qərq olursa, bu çox vaxt içində qalan bir yaraya işarədir. Kişilər sevdikləri şəxsi qorunma instinkti ilə yanaşır. Bəzən həddindən artıq sərt yanaşma da belə qorxularından, səni qorumaq istəmələrindən gəlir. Kişilər mən bacarmadım, mən uğursuz oldum deməli ən böyük zəiflik hesab edirlər. Bu səbəbdən çox vaxt kömək istəmirlər. Amma bu onları düşündüyündən çox yorur. Kişilər münasibətdə sükunət axtarır. Gərginlik, drama yox, sakitlik, hörmət və aydınlıq onların ruhunu rahatladan əsas amillərdir. Kişilər problemlərini çox vaxt qadından gizlədir. Səni yükləmək istəmədikləri üçün hər şey yaxşıdır deyirlər. Amma içərdə heç nə yaxşı olmaya bilər. Bu davranış birdən ona yük olaram düşüncəsindən gəlir. Sevdiyi qadının səsi onlara təhlükəsizlik hissi verir. Bir insanın səsi belə ürəyi sakitləşdirə bilər. Bunu çox vaxt özləri də anlamırlar. Kişilər bəyəndiyi qadının yanında fərqli davranırlar. Bəzən daha gülərüz, bəzən daha susqun, bəzənsə gərgin olurlar. Çünki hisslərini idarə etməkdə çətinlik çəkirlər. Kişilər üçün hörmət sevgidən daha vacibdir. Sevirəm deməsən də olar, amma hörmətsizlik hiss edəndə nə qədər sevsə də içdən-içə sarsıla bilər. Kişilər ən çox qərarsız qadından yorulur. Kişinin beyni aydınlıq və rasionallıq axtarır. Onlar üçün aydınlıq elə rahatlıq deməkdir. Kişi incitdiyi qadın üçün peşman olur. Sadəcə bunu göstərmirlər. Onlar özlərini içdən cəzalandırmağı seçirlər. Bir çox kişi qadının gözündə kifayət qədər yaxşı olmamaqdan qorxur. Bu onların ən dərin komplekslərindəndir. Kişilər problemi danışmasa da günahı çox vaxt öz üzərinə götürür. Sükut onların özünü təqsirkar hiss etdiyinin əlaməti ola bilər. Sadəcə bunu etiraf etmirlər. Onlar asan bağlanmır. Amma bağlananda da çox çətin qopurlar. Sevgi onlar üçün dərin bir bağlanma formasıdır. Danışmasa da içində yaşayan bir bağlılıq var. Kişilər sevgini hərəkətlə göstərir, sözlə yox. Kömək etmək, həll tapmaq, nəsə yaratmaq onların səni sevirəm deməkdir. Səni sevirəm deməkdə çətinlik çəkə bilərlər, amma əməlləri çox vaxt sözlərdən daha səmimidir. Doğru toxunuş onlar üçün inanılmaz dəyərli bir duyğudur. Qoluna toxunmaq, saçına bir toxunuş, onlar üçün bu sevginin ən saf formalarından biridir. Kiçik bir toxunuş belə sevgini hiss etdirməyə bəs edir.
Kişilərə ən ağır gələn şeylərdən biri də sevdiyi qadının göz yaşıdır. Səni incitməkdən qorxduqları üçün göz yaşına səbəb olmamaq üçün çox şeydən keçə bilərlər. Kişilər içindəki qorxuları çox vaxt gülüşlə gizlədir. Heç nə yoxdur demək bəzən elə ən böyük problemin gizlədilməsidir. Onlar sevgi üçün rəqabət etmir, itirməkdən qorxur. Bu qorxu onları çox dəyişə bilir. Kişi gələcək barədə planlarını yalnız dəyər verdiyi qadına açır. Çünki gələcəyi paylaşmaq onlar üçün böyük güvən deməkdir. Kişi sevgi görməyəndə çox vaxt susaraq uzaqlaşır. Bu səssiz getmə zaman içində yığılan yorğunluğun nəticəsidir. Onların ən böyük zəifliyi qürurlarıdır. Qürurlarını itirmək qorxusu bəzən sevgidən belə güclü olur. Kişi çox vaxt "Tamam, sən haqlısan" deyərək problemi bağlamağa çalışır. Bu təslim olmaq deyil, münasibəti qorumaq istəyidir. Kişi özünü dəyərli hiss edəndə inanılmaz dərəcədə dəyişə bilir. Daha diqqətli, daha sevgi dolu, daha qayğıkeş olurlar. Və nəhayət kişi doğru qadını tapanda bütün axtarış bitir. O qadın ona sakitlik, huzur və həyatında aydınlıq gətirirsə, kişi artıq dəyişmir, yatırım edir, sakitlik gəlir, qorxu azalır, planlar qurur, dəyər verir. Çünki kişi üçün doğru qadın həyatın düzəlməsidir. Kişilər göründüyündən daha dərin, daha hissli və sən düşündüyündən çox şey yaşayan varlıqlardır. Onları anlamaq üçün bəzən sözlərə yox, səssizliyə qulaq asmaq kifayətdir. Əgər bu videodan nəsə öyrəndinsə, videonu bəyənməyi və kanala abunə olmağı unutma. Bu mənə daha çox belə videolar hazırlamaq üçün böyük motivasiya verir. Dəstəyin üçün təşəkkür edirəm.